Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. El-Bekara suresi 111. ayet. Ve kâlû len yedhulel cennete illa men kâne hûden ev nasara. Ve dediler ki cennete yalnız Yahudiler veya Nasraniler dahil olacak. Yani Yahudiler dediler ki cennete ancak Yahudiler dahil olacak. Nasraniler dediler ki cennete yalnız Nasraniler dahil olacaklar. Yani onlardan başkası dahil olmayacak. Tilke emaniyuhum, bu onların arzularıdır. Yani boş hayallardır. Kul hatu burhanakum in kuntum sadikin, de ki eğer sadiksinizse, doğru danışansınızsa onda delilinizi getirin, sübutunuzu getirin. İddia kullu minel yahud ve nasara ennel cennete hassatun bi taifeti. Hem Yahudiler hem de Nasraniler iddia ettiler ki cennet hususi olarak onlara mahsustur. Her birisi de özünün olduğunu bildirdi. Her birisi dedi ki cennete ancak özleri girecek. Tilke evhamuhumul faside, ve bu da onların pis, fasit hayallarıdır. Kul lehum eyyuhar Resul, ey Peygamber sallallahu aleyhi ve sellem, onlara de ki dediğiniz bu iddianın sahih, düzgün olmasına delilinizi getirin. Eğer iddianızda sadiksinizse. Ve Allah da bu ayette bildirir ki insanın sadece iddia elemesi arzulardır. Kabul olunmayan arzulardır. Kabul için yalnız hüccet, delil lazımdır. Ve her kimde bir iddia ederse mütlak şekilde bir delil getirmelidir. İddiasının düzgün olmasına. Yoksa ki onun iddiası kabul olunan değildir. Ve her iddia edenin iddia ettiği şey kabul olunsaydı ve herkes istediği şeyi iddia ederdi. İddia edenler içerisinde doğru, sahih, sadik olmasını bildiren şey delil sübuttur. Eğer delil sübut yoktursa iddia edenin yalancı olması bildirilir. 112. ayet. Bela men esleme vecehu lillahi. Hayır, yani iş ile sizin iddia ettiğiniz kim değildir. Kim yüzünü Allah'a teslim ederse ve hu muhsinun, özü de muhsin, yani yaxşı emel sahibi olduğu halda felehu ecruhu inde rabbihi, onun için Rabbi yanında ecri savabı vardır. Ve la khawfun aleyhim ve lahum yahzanun, onlar için de korku yoktur ne de ki onlar kederlenmezler. Leysel emru kema za'amu, yani iş onların iddia ettikleri kimi değildir. Ki iddia edirler ki Yahudiler iddia edir ki cennet onlara mahsustur. Nasraniler deyirlər ki cennet onlara mahsustur. Ve inneme yedhulul cennete men ahlasa lillahi vahdehu. Cennete yalnız o şəxs girəcək ki əməlini xalis Allah üçün edər. Hiçbir şeyi, hiç kəsi əməlində Allah'a şərik qoşmaz. Ve həmçinin muhsin, yani Peygamber sallallahu aleyhi ve selleme tabi olarak ederse, her bir danıştığı sözlerinde ve ettiği emellerinde Allah'ın elçisi sallallahu aleyhi ve sellemi özüne numune götürerek halis Allah'ın razılığını kazanmak için emel ederse məhz bu insandır cennete dahil olan. فَمَنْ فَعْلَ ذَلِكَ فَلَهُ ثَوَابُ عَمَلِهِ عِنْدَ رَبِّهِ فِي الْآخِرَةِ. Ve kim de bunu, emellerini bu cür ederse onun için ettiği emelin savabı, mükafatı Rabbi yanında ahirette hazır olar. Ve o duhul cennet, ve bu da cennete dahil olmaktır. Ve hum la yahafun fîme yestekbilun min emril ahire. Ve onlar ölümden sonra ahirette olacak şeylerden korkmazlar ve dünyada koyup gittiği şeylere göre de kederlenmezler. 113. ayet. وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَ عَلَى شَيْءٍ. Yahudiler dediler ki Nasraniler
hiçbir şey üzerinde, yani doğru yol üzerinde değiller. وَقَالَتِ النَّصَارَ لَيْسَتِ الْيَهُودُ عَلَى شَيْءٍ Nasraniler dediler ki Yahudiler hiçbir şey üzerinde, yani doğru bir yol üzerinde değiller. وَهُمْ يَتْلُونَ كِتَابًا Halbuki onlar hamısı kitabı okuyorlar. كَذَٰلِكَ قَالَ الَّذ۪ينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ Böylece yani bilmeyenler de, yani kitabı bilmeyenler, yazıp okuyabilmeyen müşrikler de onlar kimi dediler? Onların dediği söz dediler. فَاللّٰهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ ف۪ي مَا كَانُوا ف۪ي يَخْتَلِفُونَ Allah kıyamet günü onların ihtilaf ettiği şeyler baresinde onların arasında hüküm verecektir. وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَ عَلَى شَيْءٍ مِنَ الدِّينِ صَحِيحٍ Yahudiler dediler ki Nasraniler doğru düzgün sahih bir din üzerinde değiller. Ve hemçinin Nasraniler de dediler Yahudiler hakkında ki onlar doğru düzgün din üzerinde değiller. Müteber bir din üzerinde değiller. Yahudiler İsa Aleyhisselam'a küfrettiler. Nasraniler ise Musa peygambere küfrettiler. Halbuki onların her ikisi de kitabı okuyor. Tevrat'ı ve İncil'i okuyorlar. وَفِيهِمَا وُجُوبُ الْاِيمَانِ بِالْاَنْبِيَاءِ جَمِيعًا Ve her iki kitapta da bütün peygamberlere iman getirmeyin vacip olduğu bildirilmiştir. كَذَٰلِكَ قَالَ الَّذ۪ينَ لَا يَعْلَمُونَ مِنْ مُشْرِكِ الْعَرَبِ وَغَيْرِهِمْ مِثْلَ قَوْلِهِمْ Ve böylece onların dediği sözün mislinden de Ərəblərin müşrikləri də, müşrik ərəblər və həmçinin başqaları da belə dedilər. قَالُوا لِكُلِّ ذِي دِينٍ Hər bir din sahibinə, dindar haqqında dedilər ki, لَسْتَ عَلَى شَيْءٍ Yəni sən doğru düzgün bir din üzərində deyilsən. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin dini haqqında, Muhammed sallallahu aleyhi və səlləm haqqında dedilər ki, Muhammed doğru düzgün sahih bir din üzerinde değildir. فَاللّٰهُ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ ف۪ي مَا اخْتَلَفُوا ف۪يهِ مِنْ اَمْرِ الدِّينِ Ve Allah kıyamet günü onların arasında hüküm verecektir. Onların ihtilaf ettiği din meselesi hakkında. Ve herkese de öz emeline uygun ceza veya da mükafat verecektir. Ve başka da ayeler var, deliller var ki hansı ki Allah'la haber vermiştir. Yani bütün peygamberleri tasdiklemeyen nicat tapan değildir. Ve Müslümanların da başkalarından, diğerlerinden farkı odur ki Müslümanlar bütün peygamberleri tasdik edirlər, hamısına iman getirirlər ve hiçbirinin de arasında fark koymurlar. 114. ayet وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللّٰهِ اَنْ يُذْكَرَ ف۪يهَ اسْمُهُ وَسَعَى ف۪ي خَرَابِهَا Allah'ın mescidlerinde onun adının, yani Allah'ın adının zikr edilmesine mani olanlardan ve mescidlerin harap edilmesi, viran kalmasına çalışıp seyredenlerden daha zalim kim olabilir? Ulaike ma kana lehum en yedhuluha illa haifin. Halbuki onlara mescidlere korka girmek, dahil olmak lazım idi. Korka girmeliydiler. Lehum fid dunya khizyun ve lehum fil ahireti azabun azim. Onlara dünyada rüsvayçılık vardır. Ahirette ise azametli büyük bir azap. La ahadun azlamu minellezine mena'u zikrallahi fil mesacidi min ikameti salat ve tilavetil Kur'an. O insandan daha zalim yoktur. Kim ki mescidlerde Allah'ın zikrine mani olur. Namazın kılınmasına mani olur. Kur'an'ın tilavet olunmasına mani olur. Ve buna okşar ibadetlere. وَجَدُّوا ف۪ي تَخْرِيبِهَا بِالْهَدْمِ اَوْ الْاِغْلَاقِ Ve hemçin o kesler ki mescidlerin haraba kalmasına seyirdirler, çalışırlar
məscidlərin uçurulmasıyla və yaxud da məscidlərin bağlanmasına çalışırlar və həmçinin möminlərin məscidə girərək məsciddə ibadət etmələrinə mane olmağa çalışırlar. Ulaikə zalimun ma kana yanbaghi lahum an yadkhulul masajida illa ala khawfin və vəcəlin uqubə. Halbuki bu zalimlara lazım idi ki, onlar məscidlərə qorxa-qorxa girsinlər və cəzadan qorxaraq daxil olsunlar. Və bu ayə daxildir həm Hüdeybiyyə günü Peyğəmbər sallallahu aleyhi ve sellemə möminlərə Məscid-ül Harama daxil olmağa qadağan etdilər ki, onlar Məscid-ül Harama daxil ola bilmədilər. 118-ci ayə وَقَالَ الَّذ۪ينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَ اللّٰهُ اَوْ تَأْتِينَ آيَةً. Və bilməyənlər, yəni elmi olmayanlar, kitabı bilməyənlər dedilər ki, kaş ki Allah bizimlə danışaydı. Yəni bizimlə danışaydı, yəni bizə deyərdi, Muhammed sallallahu aleyhi ve sellemin həqiqi elçi olmasını bizə deyərdi. Və yaxud da bizə bir möcüzə, bir ayə gələrdi. Kəzəlikə qaləl-ləzīnə min qablihim mislə qavlihim. Və beləcə onlardan əvvəlkilər də onların dediklərinin mislində demişdilər. Təşəbəhət qulubuhum və onların qəlbləri bir-birinə oxşayır. Qad beyyennəl əyəti liqavmin yuqinun və biz də ayələri yəqin inanan insanlar üçün bəyan etdik, açıqladıq. Və qaləl cəhələtu min əhlil kitəbi və qeyrihim li nəbiyyilləhi və rasulihi Muhammedin sallallahu aleyhi və səlləm alə səbil inəd. Yəni kitab əhlindən və başqalarından olan cahillər, o bilməyənlər Allahın elçisi, Allahın Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə inatkarlıqla dedilər ki, Həllə yükəllimun Allah mübaşirətən, kaş ki Allah bizimlə birbaşa bizimlə vasitəsiz danışardı və bizə xəbər verərdi ki, həqiqətən sən Allahın elçisisən. Əv tə'tinə bi mucizəti min Allah və yaxud da sən bizə Allahdan bir möcüzə gətirərdin. Və nə vaxt ki onlar Allahın qullarını qorxutdular, Allah da onların özlərini qorxutdu. Yəni Hüdeybiyyə günü, Hüdeybiyyə ili Allah Resulü sallallahu aleyhi ve sellem və sahabələri Məscid-ül Harama daxil olmaya qadağan edənlər çox keçmədi ki, Allah Teala Məkkənin fəthinə izin verdi. Və ondan sonra məscidə, yəni Kəbə məscidinə müşriklərin daxil olmasına qadağan etdi. Və həmçinin fil sahiblərinin də başına nələr gəldi Allah da Quranda zikr etmişdir. Və Nasranilər də Allah Teala Nasranilərin üzərinə möminləri musallat etmişdir. Möminlər də onları oradan qovub çıxarıblar. 115-ci ayə Vəlilləhil məşriqu vəl-məğrib. Məşriq də, məğrib də Allaha məxsusdur. Allahındır. Fəynəmə tuvallu fəthəmmə vəchullah. Yəni siz haraya, hansı səmtə yönəlsəniz də orada Allahın üzüdür. İnnallahu vəsiun alim. Həqiqətən Allah da Allah genişdir. Lütfü, mərhəməti, kərəmi, elmi genişdir və hər şeyi biləndir. وَلِلَّهِ جِهَتُهَا شُرُوقُ الشَّمْسِ وَغُرُوبُهَا وَمَا بَيْنَهُمَا. Yəni bütün hər tərəflər Allaha məxsusdur. Günəşin çıxdığı yer, batdığı yer və həmçinin onlar arasında olan yerlər. فَهُوَ مَالِكُ الْأَرْضِ كُلِّهَا. Bütün yerin sahibi Allah Teala'dır. فَأَيَّ جِهَةٍ تَوَجَّهْتُمْ إِلَيْهَا فِي الصَّلَاةِ بِأَمْرِ اللَّهِ لَكُمْ فَإِنَّكُمْ مُبْتَغُونَ وَجْهَهُ. Və siz namazdayken Allahın əmri ilə hansı səmtə, hansı tərəfə yönəlsəniz, Allahın üzünü qəsd edirsiniz, Allahın mülkündən, Allaha itaətdən çıxmırsınız. İnnallaha vasiur rahmeti bi ibadihi. Həqiqətən Allah qullarına qarşı rəhməti genişdir. Alimun bi əfalihim. Allah da qullarının feillərini, əməllərini bilir. Və heç bir əməl də Allaha gizli qalmır. Və bu ayədə Allahın üzünün isbatı vardır. Allaha layiq şəkildə.
Allah Teala layık şekilde ve Allah'ın üzü var ve Allah'ın üzü de məhlukattan hiçbirine, heç neye benzemir. Necə ki Allah Teala özü var ve məhlukattan heç neye, heç kəsə benzemir ve həmçinin Kur'an'da ve sünnədə gələn Allah Teala'nın ad ve sıfatları da ispat olunur. Allah'a layık şekilde məhlukattan heç neye ve heç kəsə benzedilmir. Ne inkar olunmur, ne de ki oxşadılmır, benzedilmir. Ve Allah Teala ayetin ahırında buyurur ki İnnallâhe vâsiun alim. Allah Teala geniştir. Allah'ın lütfu geniştir. Allah'ın sıfatları əzəmətlidir. Ve Allah Teala bilir. Yani Allah sizin gizlinizi bilir. Xəlvətdə etdiklərinizi bilir. Allah sizin niyyətlərini bilir. Qəlbinizdəki istəkləri Allah bilir. Ve bu da Allah'ın genişliği, elminin genişliğindendir. Ve həmçinin Allah Teala'nın yani lütfunun genişliğindendir ki Allah sizin için işleri genişletmiştir. Ve sizden size emrolunan emelleri Allah kabul edir. Ne kadar insan nagis yerine yetirse de lakin Allah'ın lütfu geniştir. Allah Teala kabul edir. 116. ayet وَقَالُوا اتَّخَذَ اللّٰهُ وَلَدًا Dediler ki Allah özüne evlat götürdü. Subhane, Allah Teala nöksansızdır. Paktır. Nöksan sıfatlerden uzaktır. Bellehu ma fis semavati vel ard Aksine göğlerde ve yerde ne varsa ona mahsustur. Kullun lehu qanitun ve herkes de ona müthiş şekilde boyun eğir. İtaat ve ibadet edir. وقالت اليهود والنصارى والمشركون اتخذ الله لنفسه ولدا. Yahudiler de, Nasraniler de, müşrikler de dediler ki Allah özüne evlat götürmüştür. Tenezzehallahu subhanahu an hadal kavlil batil. Allah Teala bu batil sözden uzaktır, münezzehtir, noksansızdır. Bel kullu ma fis semavati vel ardı mulkuhu ve abiduhu. Aksine göğlerde ve yerde ne varsa hamısı Allah'ın mülkü, Allah'ın kullarıdır. Ve hum cemi'an khadi'un lehu. Onlar hamısı Allah'a boyun eğir. Musahharun tahta tedbirihi. Hamısı Allah'ın tedbiri karşısında ram edilmişlerdir. Ve onlar Allah'a layık olmayan bir şeyi nispet elediler. Ve oldukça pis bir iş gördüler. Bununla da özlerine zulmettiler. Lakin Allah Teala onların bu dediklerine sabredir. Allah onlara karşı həlimdir. Onları affedir ve buna bakmayarak onları ruzilendirir. 117. ayet Bedi'us semavati vel ard. Göğlerin ve yerin haliki, yaradanı. Yani yoktan yaradanı. Ve izâ qada emran fe inneme yekûlu lehu kun feyekûn. Ve eğer bir işe hüküm verdiyse ona sadece ol deyir ve o da derhal olur. Vallahu Teala huve halikus semavati vel ardı ala gayri misalin sabik. Allah Teala göğleri ve yeri yaratmıştır. Evvelden ona oxşarı olmadan, yani yoktan yaradıp, göğleri ve yeri yoktan yaradıp ve göğler ve yer yaradılmamıştan evvel bunun mislindeki olmamıştır. Ve izâ qaddara emran ve arâde kavnehu fe inneme yekûl lehu kun feyekûn. Ve eğer Allah Teala bir işi takdir ettiyse ve bir işin olmağını istediyse ona sadece ol deyir ve o da derhal olur. Yani Allah'a hiçbir şey ağır gelmir. Ve hiçbir şey Allah için mümkün olmayan bir şey değil. Yani gayri mümkün bir şey yoktur Allah için.